Hər kəsə salam. Bugün şifrələr mövzusunda bir neçə fərqli sual tiplərinə baxacağıq. Baxaq birinci suala. Birinci sualda verib bizə təmiz və qarşısındakı şifrəni verib. Bu tip sualları həll etmək üçün qarşısında verilən şifrəni onun üzərinə yazaraq daha rahatlıqla bu misalı həll etmək mümkündür. Məsələn, 4-ü t-nin üstünə, 6-nı ə-nin, m-in üstə 9-u, i-nin üstə 3-ü, z-in üstə isə 2-ni yazaraq tapırıq ki, t4, ə6, m9, i3, z isə 2-dir. Eyni qayda ilə bunu da yazsaq, üzərinə 2, 6, 1, 7, 0, 6 və 4. Bizdən isə zamanə sözünü istəyir. Zamanə sözündə z hərfi var. Z hərfi burada nə idi şifrəsi? 2 idi. Deməli, 2, sonra 6, m hərfinin şifrəsi yuxarıda var, burada da 9. Variantlara baxanda 2, 6, 9 bir dənə E variantındadır. Baxırıq ikinci suala. İkinci sualda belə bir formada baxmalıyıq suala. Məsələn, bu sualdan, yəni bu fiqurlar aracılığından bunu alıb, yəni yerləri dəyişib. Bunu həll etmək üçün nə edirik? Baxırıq ki, burada axırıncı verilən, burada birinci verilib. Elə qayıdırıq onda nə edirik? Bura baxırıq. Burada artıq bizə nəticəni verib, bundan əvvəlkini tələb eləyir. Bundan əvvəlkini tələb edirsə, biz baxırıq buna. Qayıdıb ki, bundan bu eyni mənanı verir elə. Bundan əvvəlkində birinci gələn axırıncı idi. Biz də buna baxmalıyıq ki, birinci gələn olmalıdır axırıncı. Variantlara baxanda görürük ki, axırıncı yumru olan bir dənə, yəni qara yumru olan bir dənə A variantında var. Üçüncü sualda. Yenə bizə 5 dənə söz verir və 5 dənə də şifrə verir. Biz baxırıq ilk sütuna. İlk sütunda A hərfi və yaxud da F, V, E və L hərflərinin şifrəsini bilmirik. Amma axırıncıya baxsaq, axırıncı hamısı A-dır. Və burada hamısı 1 verib. Bu da deməkdir ki, bax, A-nın şifrəsi oldu 1. A-nın şifrəsi 1 olursa, biz buradan görürük ki, bir dənə 1 ilə başlayan budur. Gətirib onda 1, 5, 3, 1 yazdıq buradan elə. Aydın oldu ki, 1531 olacaq ayla sözünün şifrəsi. 1531. L-nın da şifrəsini tapmışıq artıq 3. Sonra, baxırıq indi, Y-nın şifrəsini tapmışıq. Y başqa yerdə varmı? Yoxdur. L hərfini 3 tapmışıq. Gəlib bura baxırıq. 3 ilə başlayan hansıdır bizdə? Budur, bax. 3, 4, 3, 1. Deməli, biz avtomatik olaraq o hərfinin şifrəsini tapdıq buradan 4. L-na 3 tapdıq. A-nı isə 1 tapdıq. İndi baxırıq digərlərinə. Məsələn, L hərfinin şifrəsini biz 3 tapmışdıq. Gəldik buradan ikisinin yerinə 3 yazsaq. Arasında 2 dənə 3 olan bir dənə 7, 3, 3, 1 var. Gətirib E-nin yerinə 7-ni yazırıq, A-nın da yerinə 1 yazırıq. Deməli, E-nin şifrəsini tapdıq 7-dir. Sonra, indi 7-ni E-nin üstündə yazdıq. İndi baxır, ikinci rəqəm 7 olan bir dənə bu ifadə var. Ona görə bunu da yerə gətirib 2 yazsaq, bunun da şifrəsini tapdıq 2. Bizə isə bu 1531-in üstə bir ədəd gələrək 3427-ni almalı tələb edir. Onda biz bu ifadədən bunu çıxaracağıq. Çıxanda deməli 7-dən 1 çıxırıq, 6 eləyir. 12-dən 3 çıxanda 9. Sonra qaldı burada. Yenə 13. 13-dən 5 çıxanda 8. Sonra isə burada qalmışdı. 2-2-dən 1 çıxanda 1 eləyir. İndi 1896 tapdıq bura cavab. A 1-in koduydu. 8. Baxaq şuraya 8 nəyin kodudur? 8. Burada deməli baxırıq indi. Bir dənə 6 ilə başlayan F var idi. F. İyə 9 düşür onda burada. Onda 8 nə oldu? R-nın kodudur. Deməli 8 yazdıq R-ya. 9 avtomatik olaraq oldu F-nın şifrəsi. Sonra deməli F yazdıq bura. 6 nəyin şifrəsi idi? 6 F-nın şifrəsi. I-nin şifrəsi 9-dur. Bunu da tapdıq deməli A-rif sözünü buradan alırıq. Bizdə olacaq o da Y variantı. Sonra 4-cü sualda. 4-cü sualda deməli cədvəl formasında bir sual verib. Cədvəldə deməli sətir və sütunların kəsişməsindən belə bir hərflər alırıq. Birinci sətirdən götürür A ilə L-i, yəni qırıqdakı hərfləri. Buradan isə sütundan götürür ortadakı hərfləri. Birləşdirəndə A, B, L alınır. Məsələn, buradan A ilə L götürsək, A buradan N-i, buradan da
buradan. L-i götürdü. Sonra məsələn buradan F ilə L götürüb, buradan da B-ni. Olacaq F, B, R. Buradan da yenə götürəcək ki, G ilə Z-ni və buradan da R-i. Elə bir ki, sətirdə üzrə götürəndə qıraqdaşları, sütun üzrə götürəndə ortadaşını götürür. Oldu G, R, Z. İndi baxırıq bizdə A, N, L, G, R, Z və F, B, R lazımdır. O da bizdə hansı variant ola bilər? D variantı uyğun gəlir. Bəli. Baxırıq 5-ci suala. 5-ci sualda deməli hər bir şəkilçiyə bir belə deyim hərflə işarə edib. Məsələn, birinci olacaq F burada. Sonra C, sonra Z. Bu deməkdir ki, N-nın şifəsi olacaq F, Ş-nin şifəsi olacaq C, R-ın da şifəsi olacaq Z. Bu ifadənin gəlib indi buna baxmalıyıq. Bizdə birinci nə verib burada? F. İndi gəlib baxmalıyıq. F harada verib birincidə? Nə idi onun şifəsi? N. Yazdıq N. Elə bir dənə N ilə başlayan budur. A variantı. Sonra baxırıq indi 6-cı suala. 6-cı sualda isə artıq belə deyim şəkilçiləri, hərfləri digər hərflərlə əvəzləyirik. Məsələn, burada birinci başlayacaq Z ilə, sonra ikinci hərf X. Niyə Z ilə başlayır? Çünki Z-in qabağında 1 yazır. Bu tip suallarda nəyin qabağında 1 yazırsa ondan başlayırıq, sonra arzu olaraq 1, 2, 3, 4, 5, 6 və s. bu formada davam edirik. Sonra üçüncü hərfimiz olacaq M, dördüncü hərf yenə X-dır, 5-ci hərf K, 6-cı hərf isə yenə X hərfidir. Deməli, barama sözünün şifəsi, bax, bu hərf birləşməsidir. Bizə lazım olan söz budur. Burada birinci nə verib? X verib. X nəyin şifəsidir bizdə yuxarıda? Baxırıq X. Nəyin şifəsidir? İkinci hərf A. Deməli, biz A ilə başlayacağıq. Sonra ikinci hərf burada nədir? L. Baxaq şu L harada var? Burada var L. Üçüncü hərf verib bunu, yəni Q. Q üçüncü hərfsə, baxırıq ki, buradan ancaq B variantına uyğun gəlir. 7-ci sualda 2 dənə ə hərfi olduğuna görə burada biz 2 dəfə bunu kodlamalıyıq. Niyə indi izah edəcəm onu? 1, 2, 3, 4, 5 və 6. İndi M-nın şifəsi nə idi bizdə? 4. A-nın şifəsi 3-dür. L-nın şifəsi 2-dir. İndi ə-yə gələndə 2 dənə ə var. 1 ilə 5. Bir dəfə 1 yazacaq birinci. İndi axırıncı 5 yazırıq. Bir dəfə də 5-i birinci yazacaq. Məsələn, 4, 3, 2 eyni gələcək. Burada da 5 1 ilə yerini dəyişir. 5, 6, 1 olacaq. Buradan, indi nahaq sözündə şifrələməliyik bunu. Başlayıq 4-cü hərfdən. Yəni A hərfindən başladıq. A. Onda avtomatik olaraq burada 5-lər getdi. 5-dən 3 getdi. Sonra 3-cü hərf, yəni H. Sonra ikinci hərf, yəni A. Buradan avtomatik olaraq birinci də gedir. Çünki hər sözümüz 4-3-2 ilə başlayır. Yəni hər iki sözün başlanğıcı A, X, A olmalıdır. Ona görə 2 dənə A, sonra H verib, onlar da siləndən sonra cavab olacaq 1 ilə 2, yəni B variantı. 8-ci sualda isə hərflərin müəyyən sırayla düzülüşünə uyğun rəqəmlər verib. Deməli, burada 3 birincidir, burada ikincidir, burada isə 5-cidir. Buna uyğun gələn bu birinci, bu da üçüncü verib, səhvdir. Burada bu birinci, bu da ikinci, bu da 5-ci düzdür. Birinci, ikinci, 5-ci düzdür. Birinci, ikinci, 5-ci, birinci, 5-ci verib. Ona görə yeni də buradan sildik. Baxırıq 8-ə. 8 bu da ikinci, 5-ci və 3-cü verib. Deməli, ikinci, 5-ci və 3-cü. E-yə baxırıq, ona uyğun gələn ikinci, 4-cü verib. Deməli, səhvdir. İkinci, 5-ci verməlidir, bizə 3-cü verməlidir, amma burada verib onu ikinci. Səhvdir. Baxırıq, ikinci, 5-ci, 3-cü, bəli. Cavab oldu D variantı. 9-da. Deyir, mən sənə deyirəm. Burada nə verib? N, no, ha, pu, t, i, lu. Deməli, burada hər sözün müəyyən bir hərf birləşməsi var. Məsələn, mən burada 2 dənə yerdə var. Burada da var, burada da var. Bunları silsək,
ona uyğun gələn noha sözü olacaq. Noha. Çünki ikisində də var. Noha. Burada da var mən sözü. Onca burada da noha olmalıdır. Noha. Sonra verib burada sənə. Sənə sözündən başqa heç adı yoxdur. Onca sözüyə baxaq. Sözü burada da var. Burada da var. Hər sində olan mitdir, mit. Mit burada da var. Burada da var. Bizdə də sözü var. Ona görə olmalıdır. Mitdə bizim variantımızda olmalıdır. Deməli, sonra burada nə qaldığında tilu qaldı. Tiluda deyirəm olmalıdır. Bizə deyirəm lazım deyil, eşidirəm olmalıdır. Ona görə ona baxanda yuxarıda görürük ki, eşidirəm sözünün şifəsi olmalıdır miz. Miz. Baxırıq ki, noha, mit, miz. Harada var o? B variantında. Sonra 10-cu sual dildə olan suallardan birisidir. Deməli, burada verib 5 dənə sözü və qarşısında da 5 dənə kodu verib. Bizə deyir ki, hansı variantdakı sözləri əlavə etməklə verilmiş bütün hərflərin kodunu dəqiq müəyyən etmək üçün kifayət etmir. Hansı söz? Məsələn, A variantında sürmə verib. Sürmə sözünü biz deyək ki, X toxumda yazsaq. Sürməni buraya yazsaq tutaq ki. Sürmə. Məsələn, bunu buraya yazsaq. Gəlin bir hərflər tapaq elə biz. İlk sütunda 2 dənə Ə, 2 dənə S var. Bir dənə də H var. Burada 2 dənə L, 2 dənə A, bir dənə Ə var. Bu aydın məsələdir ki, H-ın şifəsi olmalıdır Ə, Ü-nün şifəsi F, N-nın şifəsi Q, Ə-nin şifəsi A, R-nın şifəsi N olmalıdır. Baxır ki, R hər yanda var, onca hamısından N yazırıq. Bir dənə fərqi olan L-dır burada. Onun da şifəsi Ş olacaq. Sonra və buradan başqa harda var? Ü hərfindən heç arada yoxdur. N hərfindən də başqa heç arada yoxdur. Ə hərfinə də A tapdıq. İndi harda Ə görsək yerinə A yazacağıq. Buna da A yazdıq. Buna da A yazdıq. İndi sonra deməli digərlərin olacaq onda S-lar L olmalıdır da. Çünki bir dənə uyğun gələn L qaldı. Buna da L yazdıq. Buna da L yazdıq. İndi bunları da yazandan sonra burada 3-cü sütunda 3 dənə Ə var idi, 2 dənə nə var idi? I hərfi var idi. Gətirib bunları da i-nin üstünə yazsaq, deməli, onda F-da olacaq T. Bizim tapmadığımız cəmi 2 dənə hərf qalır. C ilə M. Bu da D ilə B hərflərindən biridir. Dəqiq bilmirəm heç birini. Bunun üçün nə edirik deməli? Baxırıq variantlara. Bizə verir sürmə sözünü. Sürmə sözünü versək, əgər Y çoxunda onun qarşılığı varmı yəni? Baxırıq S-nın şifəsini biz tapmışıqmı? Tapmışıq L. Ü-nün şifəsini tapmışıq F. R-nın şifəsini tapmışıq N. M-ni tapmamışıq. Deməli bu, əgər burada həmən şifrəni versəydi, məsələn, burada bir şifrə versəydi, deməli, M-nin şifrəsini tapırdıq. Yəni, bu o deməkdir ki, bu variant bizdə səhvdir. Çünki, deyək ki, hamısının kodunu tapmaq üçün kifayət etmir. Amma, məsələn, sürmə sözünü burada versə və onun da kodunu burada versəydi, biz o kodunu M-ni tapırdıq, M-dan da avtomatik olaraq buradan tapırdıq və M-ni tapandan sonra da qalıb deyən ki, C-nin şifrəsini digər hərfdən tapmaq mümkündür. Ona görə A variantı səhvdir. Məsələn, deyək ki, Y çoxunda nabat verilsəydi. Məsələn, indi bunu sildik. Yazaq Y-dən nabat sözünü. İndi burada da N hərfi var. N hərfi nəyin şifəsi idi dedik? R-nın şifəsi idi. Sonra A hərfi Ə-nin. İndi bu hərfdən gəldik yenə. Yenə bu hərfini biz bilmirik. Amma bizə əgər nabat sözünü versəydi və burada da hökmən ki ona bir dənə uyğun bir söz verməli idi də, ona uyğun gələn bir söz verməli idi. Və biz o sözə əsasən B-nin hansı hərfin şifəsi olduğunu tapardıq və buradan da B-ni silərdik.
Qalardı yəni D digər hərfin nəşvəsini, məsələn C və yaxud da M-dan birinin nəşvəsinin D olduğunu tapa bilərdik. Yəni bu da bizə kifayət edir tapmağa. Baxır məsəl üçün Y çoxunda deyir balta sözü verilsəydi. Baxırıq indi. Nabatın yerinə balta yazaq. Deməli yazdıq bura balta. Yenə bu hərf verir bizə. Bu hərfi nə nəşvəsidir? Bilmirik. Amma əgər ona uyğun bir dənə söz versə burada, məsələn fərqli bir söz versəydi, biz avtomatik olaraq onun hansı hərfin nəşvəsi olduğunu tapardıq və onu buradan yenə silib digərinə, məsələn tutaq ki, C ilə başlayırdı burada söz. Deməli ki, bu əgər C-nin nəşvəsidirsə, qaldı burada nə? M hərfi. Deməli onun da nəşvəsi nədir? D hərfi ola bilərdi. Yəni bu da bizə kifayət edir tapmağa. Eyni zamanda sərgi sözündə C hərfi var. Yenə C hərfi əgər burada yazılsaydı, onun nəşvəsini burada verməli idi. Burada verirsə, deməli biz bilirik ki, C-nin nəşvəsi nə olacaqdır. Avtomatik olaraq onda biz M-nin nəşvəsini tapa bilərdik ki, buradan ya D-dir, ya da B-dir. Bu da deyil bizdə deməli. Amma məsələn, tanış sözünü verirsə Y çoxluğunda gəlin tapaq indi. Yazaq. Y çoxluğunda tanış sözünü yazaq. T nə nəşvəsidir bizdə? T bizə F nəşvəsidir. Yazdıq bura F-nı. A Ə nəşvəsi idi. N-rının, I-nin, Ş-da L-nın. Bizə məsəl üçün tanış sözünü versəydi, biz fərqli sözü alırdıq buradan. Yəni buradan yenə hər birinin nəşvəsini tapa bilmərik. Çünki bizə verilən hərflərlə biz ancaq bunu tapa bilərik. Yenə burada C ilə M qaldı bizdə. Yəni C ilə M nəşvəsini buradan heç cürə olsa da tapa bilmərik. Buna görə bizə cavab olmalıdır Y variantı. Baxırıq 11-ci suala. Kəmanda söz verib 81 verib. Bu deməkdir ki, kəmanda sözündə 4 dənə samit səs var, 3 dənə sait səs var. Yəni 3 dənə sait səsin üstü 4 dənə samit səs. Yəni 3 üstü 4, 81. Buradan 2 dənə sait səs, 4 dənə samit səs. Yəni 2 üstü 4. Burada 2 üstü 2. Digərində isə gitara sözündə 3 dənə sait səs, 3 dənə də samit səs var. 3 üstü 3 də bizə verəcək nəyi? 27-ni. 12-ci suala baxırıq. Sıpağa sözü verir. Sıpağa sözündə 3 dənə sait səs, 4 dənə samit səs var. Bu demək ki, samit səsin kvadratın üzərinə sait səs gəlsək, eləcə 19. Burada 2-nin, yəni 2 dənə sait səs var idi, samit səs var idi. Üstünə gəlirik sait səslərin sayını. Elədi 6. Burada da 3 dənə samit səs var. 3-ün kvadratının üstə gələcək sait səslərin sayını. Yəni eləcək 11. Burada da 4 dənə samit səs var. Kvadrat eləcək 16. Sait səsin sayı da 2-dir. Eləcək 18. 13-cü sualda. 13-cü sualda deməli bizə bu tip suallarda nə etməliyik? Bax, burada verilən suallarda, sözlərdə hamısını alt-alta yazmalıyıq. Məsələn, S, U, F, L, E. Onu da altda yazsaq böyük. Avtomatik olaraq deməli bunların altında olmalıdır nə? Mizan. Deməli, S ilə B-nin birləşməsi bizə M-nı verir. U ilə Ö-nün birləşməsi bizə verir I-ni. F ilə Y-nin birləşməsi Z-nı verir. L ilə Ü-nün birləşməsi A-nı. Y ilə K-nın birləşməsi bizə E-ni verir. Eyni qaydana gəlib burada birləşirsək, Y altında F. Y ilə F-nın birləşməsi. Bunu yenə eyni qaydanda elə bir ki, bağlayacaq da bunu bu formada, bunu da bu formada qatlayanda Y ilə F alt-alta düşür. Y ilə F bizə nə verirdi? Baxırıq buradan, Y ilə F bizə verir Z-nı. Baxırıq Z ilə başlayan bir dənə zamin var. Və salam. Cavab oldu Y variantı. 14-cü sualda. 14-cü sualda bax bu hərflər, burada verilən rəqəmləri tənbəl sözünün bu şifrəsinin üstünə yazırıq. 4, 1,
5, 6, 2, 3. Deməli, bizdə birinci hərf nədir? U hərfidir. Gətirib tenin üstə U-nu yazırıq. İkinci hərf hansıdır? R-dır. Gətirdik R-ni yazdıq buradan. Üçüncü hərfimiz C-dır. N-ın üstdən C-ni yazdıq. Dördüncü hərf I-dir. Beşinci hərf R-dır. Altıncı hərf isə X-dır. Gətirdik onu yazdıq. Tənbəl sözünün üstündən tapdıq T-nın, Ə-nin, İ-nin və L-nın şifrəsini. İndi bizdən də bəltən sözünü istəyir. Bəltən sözündə deməli, bunun şifrəsi nə idi? İ hərfidir. Yazdıq İ. Ə-nin şifrəsi R-dır. N-nın şifrəsi C. T-nın şifrəsi U. Ə-nin şifrəsi yenə R. N-nın şifrəsi yenə C hərfidir. İndi biz bunu, bax, bu koda əsasən düzməyə çalışsaq. Birinci, üçüncü hərf gəlməlidir, yəni C hərfi gəlməlidir. Sonra beşinci hərf gəlməlidir, yəni R. Sonra birinci hərf I. Sonra ikinci hərf R. Altıncı hərf yenə C. Dördüncü hərf isə U hərf gəlməlidir. Deməli, tapdıq nə? Bu hərfi, yəni B variantı. Sonra 15-ci sual biraz maraqlı sualdır. Deməli, P üstü 3 verib. Yəni, P hərfini buradan tapırıq bunu. Üstündəki üçüncü hərf, yəni 1, 2, 3, üçüncü hərf nədir? Ə hərfidir. Deməli, bizdə ə ilə başlayacaq söz. Sonra D-nın sağında 5-ci hərf. D-nı tapırıq buradan. Sağındakı 1, 2, 3, 4, 5-ci hərf V hərfidir. Yazdıq V. L-nın solundakı ikinci hərfin üstündəki ikinci hərf. L-nı haradan tapaq? Buradan tapdıq. L-nın üstündə. L-nın solunda ikinci hərf A-dır. Onun da üstündə ikinci hərf, yəni Ə hərfidir. Və H-nın da altındakı ikinci hərf, yəni M hərfidir. Oldu əvəm sözü. Yəni B variantı. Burada da bir fərqli bir sual verib. 45 bu şifrə ilə başlayır. Yəni bu üst bucaqlarla başlayır. Ağ, qara ilə. Biz baxırıq variantlara. A variantı məsələn səhvdir. 2 dənə ağ ilə başlayıb. Burada ağ, qara verib. Amma C variantında ağ, qara, ağ verib. Deməli, bu da səhvdir. D variantında isə 2 dənə ağ ilə başlayırıq. Y variantında isə qara ilə başlayır. Səhvdir. Məsələn, indi baxırıq bura. Yoxlasaq özümüz ağ, qara, B variantını düzdür bura qədər. Sonra 21-ci 2 dənə ağ bucaq, bir qara, bir ağ. Düzdür. Sonra 50. 2 qara, bir ağ, bir qara. Düzdür. Və 43, bir qara, 3 ağ. Düzdür. Deməli, cavab B variantı düzgün cavabdır. 17-də. İndi 17-də də yenə bayaq dediyimiz üsulla getməliyik. İlk sütuna baxanda 2 dənə eyni ox görürük. Bir istiqamətdə getmiş. Baxırıq variantlara. 2 dənə eyni hərf varmı? Var. Bunlarda var. 2 dənə eyni hərf var. İkisində, hamısında var. Bəli. Sonra burada da 2 dənə yenə eyni hərf, 2 də hətta cüt bir dənə fərqli var. Baxırıq bunlara. Deməli, məsələn, A variantı səhvdir. Çünki A variantı cəmi bir dənə eyni hərf var, o da Z hərfidir. Burada da məsələn 2 dənə A verib, 2 dənə R verib, bir dənə Y verir. Düz gəlirmi? Gəlir. Baxırıq buna 2 dənə A, 2 dənə R, bir dənə T. Bu niyə səhvdir? Çünki burada yuxarı ox verir. Burada yuxarı ox verir. Yəni bunlar eyni olmalıdır. Amma burada S verib, burada T verib. Səhvdir. Baxırsan bunlar, bu da səhvdir. 2 dənə A, 2 dənə Y, 2 dənə K. Bu isə T verib, yenə səhv verib. Yoxlayaq indi. Burada yenə 2 dənə aşağı ox, bir dənə sola, bir sağa, bir sola. Baxırıq indi. 2 dənə R, sola ox. Bizə I vermişdir. Burada da I verib və burada da I verib. Sağa oxa isə burada A verib, düzdür. Digərlərində 2 dənə sola ox düz I verib. Digərlərdə düzgün gəlir. Deməli, cavab olacaq B variantı. 18-ci sualda yenə də baxsaq, sütunla baxsaq, birinci sütunda 2 dənə F var. Burada nə var? 2 dənə heç nə yox. Deməli, burada nə edir? Yerlərini dəyişir rəqəmlərin. Məsələn, zəfər sözündə 2 dənə Ə var. Fikir sözündə 2 dənə İ var. Vakar sözündə 2 dənə A var. Deməli, digər hərflərə baxsaq, Ə-dən burada 1, 2 söz də var. A-dan da 2 dənə söz də var. İ-dən isə 3 söz də var. R hərfinə isə hər bir sözdə var. Onda belə çıxır ki, R hərfi hansı rəqəmə uyğun gəlir? Buradan 5-ə uyğun gəlir, çünki hər birində var.
Deməli, R oldu 5. 5. Burada 5. Burada da 5 yazırıq və burada 5 düşdü. İndi fikir sözündə də 5 var. Deməli, bizim variantımızda 5 olmalıdır. Məsələn, A-da var, B-də yoxdur. Digərlərində var. Sonra, indi baxaq digərlərinə. D hərfindən ikisində var, F hərfindən üçündə, hətta dördündə var. F hərfindən 4 dənə sözdə var. Baxaq görək, hansı hərfdir ki, 4 dənəsində var. Baxaq, burada 9, 9, 9 üçündə var. 7 ikisində var, 4 ikisində var, 2 burada da var, burada da var, gələn yoxdur. 3 ikisində var, bəs 6 da ikisində var. F hərfi isə həm burada var, həm burada var, burada da var. Üçündə var F hərfi, bəli. F hərfi üçündə var, V hərfindən də 2 dənədir. Yazaq onları, deməli. Z hərfindən 1 dənədir. F hərfindən 3 dənədir. D-dan 2 dənədir. V-dan 2 dənədir. K-dan da K-dan 1 dənədir, bəli. Yox, K-dan 2 dənədir. Adda da var, vakar sözündə. Vəssalam. İndi baxaq. 1 dənə olan Z hərfidir. Başqa yoxdur, bəli. Z hərfindən başqa yerdə olmadığına görə baxırıq buradan Z hərfi nəyə uyğun gəlir? 7-dən 2 dənədir. 9-dan 2 dənədir. 6-dan burada 2 dənədir. 3-dən 2 dənədir. 1. Bəli, 1-ə uyğun gəlir. Z oldu 1-in şifəsi. Bizim burada sözümüzdə Z olmadığına görə 1 olanları samalıyıq. Zaten bizim variantlarımızın heç birində 1 rəqəmi yoxdur. Deməli, 1 bu sözdə istifadə olunubsa, yəni buradakında. Burada eyni olan nədir? 2-dir. Deməli, Ə-nin şifəsi oldu 2. Əgər ki, getsə, burada nə qaldı? Bir dənə 9 qaldı. Deməli, F-ın da şifəsi oldu 9. 9, 2. F-ə tapmışıq 9. Bizim sözümüzdə ümumiyyətlə 2 olmamalıdır, çünki Ə hərfi yoxdur. Amma 9 olmalıdır, çünki F hərfi var. Ona görə buradan D-ni silirik. Qaldı deməli A, C və Y variantları. Sonra indi digərlərinə baxsaq. Qaldı burada nə? D ilə İ hərfi. D-dan dedik nə qədərdir? 2 dənədir. 9, 2, 5 hansında var? 9, 2, 5. Burada var. Bəli. 9, 2, 5 burada var. Və burada da 7-dən səhv etməzsə, bəli, 7-dən 2 dənədir. Ona görə D-nın şifəsi olacaq 7. Onda Ə-yə nə qaldı? İ-yə nə qaldı? 8. Deməli, D-yə 7, İ-yə 8 yazırıq. Onda 8-dən nə qaldı digərinə? 2-yə də 3 düşür burada. Deməli, bizdə 3 var, 8 var, 8 var. 3, 8, 9, 8, 5. Bəli, Y variantı. 19-da. 19-da da yenə baxırıq ki, yenə hərflərin yeri dəyişir. İndi burada rahat sözü. Rahat sözündə 2 dənə A hərfi var. Bir də tayat sözündə 2 dənə A hərfi var. Deməli, A hərfi 2 dənə yerdə 2 dənə 9 olur ona uyğun gələn. 9. 9. Burada 9 yazırıq. Burada yazırıq. Sonra və eyni zamanda hətta burada T hərfindən də 2 dənədir. Yəni, o da 7-dir. Bax, burada 2-dən 9, 2-dən 7 var. T-ın da şifəsi olacaq 7. 7, 7. Onda burada nə qaldı? Ya da 3 qalır burada. Onu da belə yazdıq.
i ya da 3 yazdıq. İndi bizim sözümüzdə i hərfi olmadıqca 3 olanları silməliyik və 7 ilə 9 bizdə var. Bəli, 7 var, 9 var. 7 və 9 ilə başlayır. İndi 3, 7, 9-da başqa nə var orada? 3, 7, 9-dan başqa. 3, 7, 1 ilə 8 var. 1 ilə 8 ə hərfindən nə qədərdir ümumiyyətlə? 1 dənədir, amma x-dan 3 dənədir. Deməli, x olacaq 1, ə olacaq 8. X-ya 1 yazacaq burada. Burada 1 yazdıq. Onda burada r-ya nə qaldı? 4 qaldı. Deməli, x1, r4. O da 9, 7, 9. Burada ümumiyyətlə 7 yoxdur, onu sildik. 7, 9, 1. Burada 1 yoxdur, sildik. 4 C-də yoxdur, sildik. Cavab olacaq B variantı. Və sonra 20-ci sual. 20-ci sualda deyir ki, 3 dənə söz verir bizə. Band, bait və time sözlərinin hərflərinin şəkildəki ədədlərinə şifrələnmişdir. 4 ədədi, yəni bu 4. Nə E deyil, nə də M deyil. 6 isə E hərfi deyilsə, onda hərflərin yeni müəyyənə uyğunluğu tapın. Deməli, bizdə bax bu 3 dənə qıraqda qalanlar ancaq bir sözə ayrılan hərfləri ifadə edir. Çünki heç bir dairə ilə kəsmirlər başqa. Bu da nəyə uyğun gəlir? N, E və M hərflərinə. Burada da deyir ki, E ilə M 6 deyil. Yəni bu nə E deyil, nə də M deyil. Onda N-dır bu. Yəni bu band sözünün dairəsidir. Band. Sonra E hərfi isə deyir ki, 6 deyil. Deməli, 4 ədədi, bircə dəqiqə, 4 ədədi Y və M deyil. Onda nəyə uyğun gəlir? N-yə uyğun gəlir. Biz 4-ü banda aşağı yazmalıyıq. Bəli, bircə dəqiqə, silək. Deməli, band bura aid. Çünki nə Y deyil, nə də M deyil. Bu olacaq N hərfi. Sonra deyir ki, 6 ədədi E deyil, sonda M-dır da bu. Yəni bu nəyin şifrəsidir? Time sözünün. Time. Buna da uyğun gəldi nə? Bait. Burada da bir dənə fərqli olan E qaldı. İndi bunların hərsində olan, bandla baitdə olan B var. Deməli, 3 oldu B. Bir hər birində olan deməkdir. O da hamısını kəsməz T-dir. Burada hərsində olan A-dır, time-la bandda. Bait-lə də time-da olan Y-dir. Bizə nə istəyir ümumiyyətlə? Baxırıq aşağı. 1, 2, 3 istəyir. Bir nədir? T-dir. Yəni, D variantı uyğun gəlir. Sonra 2, Y-dir. Y harada var? Burada var. Yəni, Y variantındadır. 3 isə B-dir. B də B variantındadır elə. Deməli, D, E, B. Y variantı uyğun gəldi. Və beləcə 20 sualın hər birinin izahına baxdıq. Növbəti sınaqlarda görüşənədək sağ olun.